Mənimlə Bakıdan Afinaya gedək. Bakıdan birbaşa Afinaya uçuş yoxdur. İstanbul üzəri getdik və biletlərə 680 manat ödəniş elədik. 9-a qalmış Bakı-İstanbul uçuş 2 saat yarım idi. Türkiyə hava yolları ilə uçduq, ancaq yeməkləri heç yaxşı değildi. İki seçim var idi, ya makaron ya da ki burger köftəsi, ikisi də yaxşı değildi. TV ekranının da olmağını çox sevirəm ki, vaxt tez keçir. Tranzit uçuşumuz arası məsafə çox değildi, ona görə də biraz vaxtımızı keçirib təyyarəyə getdik. İstanbul-Afina arası 55 dəqiqə idi. Gecə yarısı olmağına baxmayaraq belə kahvaltı vermişdilər. Olmayan yerdə yemək olardı. Kalimera Afina. Hava limanından otelinizə gələcək avtobuslar da var. Gecə olduğu üçün biz taksi ilə gəldik, 55 euro ödəniş elədik. Şəhərin göbəyində yerləşən apartment tutmuşduq. 4 nəfərlik family room idi. Adını postun altında qeyd edəcəm. Ümumi götürsək otaq pis değildi. Ən əsası hər yerə çox yaxın idi. Otelimizin ətrafı ilk çıxanda onu dedik ki, hər yer necə kirlidir. Yunanların məşhur buqatsalarını yeməyə gəldik. Yunanlarda masaya su ikramdı. Ən tanınmış, ən qəşəng buqatsa yeri də burada. Bastırmalı, pendirli və kremli götürdük. Ən çox bastırmalı, daha sonra isə kremlini bəyəndik. Qarşıda sizi çox maraqlı vloqlar gözləyir, izləmədə qalın.